Salam əziz abituriyentlər. Testlər toplusu səhifə 6, 32 nömrəli tapşırığa həllinə baxaq. 32 nömrəli tapşırıqda deyilir ki, 40 manat pulu olan Arif, 40 manat pulu olan Arif, biri 2 manatdan ən çox neçə kitab ala bilər ki, biri 2 manatdan ən çoxu neçə kitab ala bilər ki, onun qalan pulu 5 manatdan az olmasın. Qalan pulu 5 manatdan az olmasın. Bundan ötürü biz nə edə bilərik? İlk növbədə biz qalan pulun kənara qoyuruq. Yəni 40 manatdan 5 manatın kənara qoyuruq. Yəni 40 manatdan 5 manatını çıxırıq. Eləyir 35 manat. 35 manatdan ən çoxu 2 manat bir olmalı neçə kitab almaq olar? Bundan ötürü 35-dən kiçik 2-yə bölünən ədəd tapırıq. O da sonuc cüt olan 34 olur. 34-ü 2-yə bölündə edir 17. Yəni 34 manat böl 2 manat, o da bərabərdir 17. Ən çox alınan kitabın sayı, ən çox alınan kitabın sayı 17 olar. Diqqətiniz çox sağ olun.